müstəqil dövlətləri olmamışdı. Onlar şərq xalqları içərisində yaşamışdılar, psixologiyanı bilirdilər, adət-ənəni bilirdilər, mədəniyyəti bilirdilər və şəraitə tez uyğunlaşa bilirdilər. Və zaman-zaman onlar Qafqazlara gəlirdilər, gedirdilər, ticarətlə məşğul olurdular, müəyyən xəbərlər aparırdılar və bu da Çar Rusiyasının işini yaradı. İranla, Osmanlı ilə uzun müddət müharibələr aparıldı və İranla aparılan müharibələrin nəticəsində 1813-cü il Gülüstan, 1828-ci il Türkmençay sülh müqavilələri ilə Azərbaycan bölüşdürüldü. Azərbaycan şimalı Rusiya tərəfindən ilhaq edildi, cənubu İran tərəfindən. Və 1828-ci ildən sonra Rusiya Qafqazlara yeni bir siyasət gətirdi. Bu siyasətin mahiyyəti